İmam Hüseyin əleyhissalam, Kərbəla şəhidləri, Azərbaycan şəhidləri, vətən yolunda, din yolunda şəhid olanların ruhlarına salavat zikr eləyək. Allahümme salli ala Muhammed. Bugün 18 iyun Azərbaycanın milli qəhrəmanı şəhid mübarizin şəhid olan günüdür. Özümə borc bilirəm ki, şəhidlər ağasının məclisində həm onu, həm bütün şəhidlərimizi yad eləyək inşallah. Ümumiyyətlə, bizim bütün imamlarımız zamana sahibindən başqa Allah ömrün uzun eləsin və zuhurun təcil eləsin inşallah. Bütün məsumlar 12-ci imamdan başqa bilirsiniz ki, şəhiddir. Amma onların içərisində məhz İmam Hüseyin əleyhissalamdır ki, şəhidlər ağası adlanır. Niyə İmam Hüseyin əleyhissalam şəhidlər ağası adlanır? Buna baxmayaraq ki, Həzrət Əli əleyhissalam da şəhiddir, İmam Zeynul Abidin əleyhissalam da şəhiddir, İmam Baqir əleyhissalam da şəhiddir və digər imamlarımız da 11-ci imama qədər şəhiddirlər. Bunun cavabı budur ki, bu sualın cavabı budur ki, şəhidlərimiz hamı bizim üçün əzizdir, amma bəzi şəhidlər təkcə Allah yolunda can verməyiblər. Onlar Allah yolunda can verməklə yanaşı, digərləri üçün də bir məktəb qoyub gedirlər. Onsuz da şəhidlər məktəbdir. Amma Allah yolunda can vermə dərsin verirlər. Amma bəzi şəhidlər isə onunla bərabər digər gözəllikləri, fəziləti, təkcə Allah yolunda can vermək yox, oyadır bütün milləti, xalqı, ümməti, insanları. Şəhid mübariz ona görə şəhidlər arasında bir günəş kimi parıldayır ki, çünki şəhid mübariz təkcə şəhid olmadı, şəhidliyi ilə bərabər bütün xalqın, millətin damarlarında axan vətənpərvərlik eşqin oyatdı, ayıltdı, bütün cavanlara vətən sevgisinin nə olduğunu başa saldı. Ona görə şəhid mübarizinlə baxan bütün şəhidlərimizin ruhlarına ucalı bir salavat deyin inşallah. Ustadlarımız, valideynlərimiz, müəllimlərimiz, haqları boynumuzda olanlar, əlimizdən tutub bizə bir hərf öyrədəndən, ta bütün haqları boynumuzda olanların da özlərindən vatun ruhun salavatla yad eləyək. İmam Hüseyin əleyhissalamın bu məclislərin bizə irs qoyub gedən atalarımız, babalarımız, əcdadlarımız və keçən illərdə bizimlə iştirak edənlər indi aramızda yoxdular. Cəmiyyən ruhların salavatla yad eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Sonuncu salavatı ağamız, seyyidimiz, Mevlamız, Allahın yer üzərində sonuncu hüccəti İmam Zaman ağanın salamətliyinə və tezliyinlə zuhur edib dünyanı ədalətlə doldurmasından ötürü ucalı bir salavat deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in ve huve khayru nasirin ve mu'in. Thumma salatu ve selam ala eşrefil enbiya'i vel mursalin, habibi ilahil alemin, seyyidina ve nebiyyina ve habibi kulubina ve şefi'i zunubina Ebil Qasim Muhammed ibn Abdullah. Sallallahu aleyhi ve ala alihi tayyibin tahirin ve la'natullah ala a'daihi mezma'in minel an ila qiyevmi yevmiddin. Esselamu aleyke ya Eba Abdillah ve alal ervahilleti hallet bifinaik. Aleyke minni salamullahi ebeden ma baqitu ve baqiyel leylu ve nahar. وَلَا جَعْلَهُ اللّٰهُ آخِرَ الْأَهْدِ مِنِّ لِزِيَارَتِكُمْ السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. Keçən gecə qeyd elədik ki, bu il Məhərrəm günlərində, gecələrində söhbətimiz Səbə surəsinin 46-cı ayəsi olacaq. Allah Teala hemen ayədə buyurur ki, Bismillahirrahmanirrahim. Qul
İnnemâ a'izukum bi vâhide en tegûmu mesnâ ve furâda thumme tetefekkerû. Ma bi sahibikum min cinneh in huve illa nezîrun lekum beyne yedey azabin şedîd. Sadakallahul aliyyul azim. Dünən gecə dediklərimizi bir neçə dəqiqədə xülasə eləyək, sonra söhbətin davamına başlayaq. Qeyd elədik ki, bu ayənin, bu mübarək ayənin doğma Azərbaycan dilində tərcüməsi belədir ki, Allah Teala buyurur, Ya Resulallah, de, yalnız və yalnız sizə bir moizə edəcəm. Allaha xatir ya 2-2, ya 1-1 də olsa belə, ayağa durun, sonra fikirləşin, sizin sahibiniz, Allah Peyğəmbəri, Rəsulullahda heç bir dəlillik ola bilməz. O, şiddətli əzab günü, yəni qiyamət günündə sizin üçün bir nəzir olaraq Allah onu göndərib. Bu ayənin tərcüməsi idi. Başladı keçən gecə bir ayədə olan mühüm nöqtələrdən söhbət açmağa. Dedik ki, qul sözü Quran-ı Kərimdə 332 ayədə qul əmri var. Yəni, de ya Rasulallah. De ya Rasulallah. Dedik, bu əbəs yerə deyil, mənasız yerə deyil, hikmətsiz yerə deyil. Bunun çox böyük hikməti və mənası var. Və bir neçə mənasına dünən gecə işarə elədik. Dedik, birincisi, ağıllı insan Quran-ı Kərimi oxuyarkən və yaxud eşidərkən qul kəlməsini görəndə bilir ki, bu Peyğəmbər salavatullah əleyh və alihin sözü ola bilməz. Çünki heç kəs öz sözünü danışarkən demir əvvəl özünə de, ondan sonra desin. Belə bir şey görülməyib. Madam ki, 332 ayədə Quran-ı Kərimdə de əmri varsa Peyğəmbər salavatullah əleyh və alihə, buradan başa düşürük ki, deməli Peyğəmbər salavatullah əleyh və alihin öz kəlamı deyil Qur'an. Qur'anı Peyğəmbər salavatullaha əmr olunub, göndərilib. İnsan axtarış aparanda, təhqiqat aparanda, tədqiqat aparanda, bəli, o nəticəyə gəlir ki, bizim Rəbbimiz, Xaliqimiz, Allah, yeri və göyləri xəlq edən Allah, mübarək və müqəddəs Qur'an-ı Kərimi Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləmin mübarək qəlbinə nazil edib. Dedik, bunun birinci mənası budur. İkinci mənası, dedik, qul kəlməsi bizə başa salır ki, Qur'an həmişə bütün ayələri Cəbrail əleyhissalamın vasitəsilə nazil olmayıb. Çünki Qur'anda bir ayə oxuduk sizə, Şura surəsinin 51-ci ayəsi, dedik ki, bu ayədə Allah Teala vəhyin gəlişini 3 yerə bölür. 3 cürə Allah peyğəmbərlərə vəhy edib. Ya mələk vasitəsilə, ya hicab arxasından, yəni pərdə arxasından, dedik Musa əleyhissalamın ağacda Allah səsi yaratdığı kimi o cür vəhy göndərib, yaxud da birbaşa peyğəmbərin qəlbinə birbaşa göndərib və vəhyin ən ağırı da birbaşadır. Ən ağırı da birbaşadır. O böyük ruh istəyir. Hətta Həzrəti Əli əleyhissalamdan soruşanda ki, Peyğəmbər salavatullah əleyh və alihə hər dəfə vəhiy gələndə o özündən gedirdi. Dedi, xeyr, yalnız birbaşa vəhiy alanda Peyğəmbər salavatullah əleyh və alih üçün çox ağır olurdu. O zaman özündən gedirdi. Birbaşa vəhiy almaq çox çətindir, rabitə idi. Baxmayaraq ki, Peyğəmbər salavatullahın ruhu əzəmətlidir, ruhu böyükdür. Və mən bu barədə bir neçə mübarək hədisləri oxuyum sizə. İnşallah, biri Əbu Həmzə Sumalidəndir. Buyurur ki, qalu səəltu Əbu Abdillah. Deyir, mən İmam Sadiq əleyhissalamdan soruşdum. Ənil ilm, elm barəsində soruşdum. Əhuvə ilmun yətəəlləməhul alim min əffahir rical. Əm fil kitab indəkum təqrəunəhu və fətəəlləmunə min. Dedim ki, ey Peyğəmbər balası, İmam Sadiq əleyhissalam, bu ki, siz elmə maliksiniz, bizim bilmədiklərimizi bilirsiniz. Bu elm necə hasıl olur? Siz bunu insanların dilindən öyrənmişsiniz, yoxsa kitab var ki, siz o kitabı oxuyursunuz, oradan öyrənirsiniz.
İmam cavab verdi ki, əl-əmru ə'zəm min zalikə və əvcəb. Dedi, yox, bizim elmimiz bundan daha əzəmətlidir. Nəinki kimdənsə öyrənmək, nəinki hansısa kitabdan öyrənmək. Əma səmi'tə qovlallah, bu Quran ayəsini eşitməmsən, İmam Sadiq əleyhissalam dedi. Və kəzəlikə əvhayna iləykə ruhan min əmrina. Ma kuntə tədriməl kitabu vələl iman. Allah Peyğəmbərə deyir ki, biz beləliklə sənə ruhumuzu vəhy elədik. Öz əmrimizdən olan ruhu sənə vəhy elədik. Deməli, vəhyi ruh qəbul eləyib. Ruh vəhyi gətirib. Beləliklə biz sənə əmrimizdən olan ruhla vəhy elədik. Sən bundan qabaq nə kitab bilirdin, yəni nə Quran bilirdin, nə də iman bilirdin. Thumma qal. Sonra imam bu ayəni oxuyandan sonra belə dedi. Eyyü şeyin yəqulu əshabukum fi hadihil ayə. Sizin dostlarınız bu barədə nədir, bu ayə barədə? Yəni bunu necə izah edirlər bu ayəni? Əyyuqirruna ənəhu kana fi halin la yədriməl kitab vələl iman. Yəni onlar iqrar eləyir, etiraf eləyirlər ki, Peyğəmbər salavatullaha vəhiy nazil olmamışdan qabaq o Quran və iman bilmirdi nədir? Qultu la ədri, cu'iltu fidak. Dedim, sənə fəda olun, mən bilmirəm bunu. Bu barədə məlumatım yoxdur. Ma yəqulun, cəmaat nə deyir buna? İmam belə mənə dedi. Dedi, bəla, qəd kana fi halin la yədriməl kitab vələl iman. Bəli, belə bir haldaydı ki, Qur'anı bilmirdi. Hətta bə'əsəllahu ta'ala ruhəlləti zükürə fil kitab fələmmə əvhəha iləyhi əlləmə bihəl ilm vəl fəhm. Deyir, bəli, Allah Teala ruhu nazil elədi, ruhu göndərdi. Əlbəttə, ruh Cəbrail əleyhissalam deyir. İnşallah digər hədisdə aydın olacaq. Qur'anda zikr elədiyi Allah ruhu göndərdi Peyğəmbər salavatullaha. O vəhy elədi Peyğəmbərə, əlləmə bihəl ilm vəl fəhm. Ondan sonra elm və fəhmə malik oldu. Və hiyər ruhulləti yutihə Allahu Teala mən şa. O həmən ruhdur ki, Allah onu istədiyinə əta eləyər. Fəizə ə'taha əbdən əlləməhul fəhm. Allah hər bir bəndəyə o ruhu əta eləsə, onun elmi olar, fəhmi olar. Mən dediyim o hədisi də qoy oxuyum. Bunlar çünki götürdüyüm bu hədislər bir-birini tamamlayır. Sa'dul İskaf deyir ki, ətə rəculun əmirəl müminin. Deyir, bir kişi gəldi Həzrət Əlinin yanına. Yəsəluhu ənir ruh. Ondan ruh barədə soruşdu, ruh barədə. Əleysə huvə Cəbrail. Dedi, ruhdan məqsəd elə Cəbrail deyir. Yəni, ruh elə Cəbrail deyir. Fəqalə ləhu əmirul müminin. Həzrət Əli cavab verdi ki, Cəbrail minəl mələikə. Dedi, Cəbrail mələklərdəndir. Və ruh qeyru Cəbrail. Amma ruh Cəbrail deyir. Ruh ayrı varlıqdır. Fəkərrərə zəlikə alər rəcul. Deyir, İmam Əli bunu neçə dəfə təkrarladı. Bilinir ki, o qarşı tərəf qəbul eləmək istəmir də. Yenə deyir, yenə imam təkrarlayır, yenə deyir, yenə imam təkrarlayır. Bir neçə dəfə imam bunu təkrarlayandan sonra o kişi belə dedi. Dedi, ləqəd qultə əzimən minəl qovli ma əhədun yəz'umu ənə ruhə qeyrə Cəbrail. İmam Əliyə dedi ki, sən çox bir dənə belə böyük söz dedin. Səndən başqa heç kəs belə iddia eləmir ki, ruhla Cəbrail ayrı-ayrı şeydir. Ağa dedi ki, İnnəkə zallun tərvi ən əhli zəlal. Dedi, sən özün azmısan, azğınların da sözün danışırsan. Sən özün azmısan, azğınların da sözün danışırsan. Yəqulullah Teala li nəbiyyihi. Allah Quran-ı Kərimdə Peyğəmbərə demir ki, yəni Quran ayəsi, Ətə əmrullahi fəla təstəciluh. Allahın əmri gəldi, tələsmə. Allah Peyğəmbərə deyir, Allahın əmri gəldi, tələsmə. Subhanahu və Teala əmmə yüşrikun. Allah ona şərik ki qoşurlar, o şərik qoşduqlarından münezzəhdir, ucadır Allah. Yunezzilul mələikətə bir ruh. Allah mələkləri də ruhun vasitəsilə göndərir.
Bu ayəni birinci dəfə də eşidirik, hə? Allah mələkləri ruhun vasitəsilə nazil edir. Deməli, o ruh nədirsə, mələklər də onun vasitəsilə hərəkətdədir, nazil olur, iş görür, onun xatirinə, onun ehtiramına. Bu Nəhl surəsi 1-ci ayədədir. Və ruh xeyrül mələikə salavatullah. Bu ayəni dəlil gətirəndən sonra da məlumdur ki, bunu inkar eləmək olmaz. Allah aşkar deyir ki, bütün mələklər, əl-mələikə, bütün mələklər ruh vasitəsilə nazil olur. Da Cəbrail olsaydı, Cəbrail də mələklərin içindədir. Olmazdı ki, mələklər mələyin vasitəsilə nazil olur. Yaxşı. Bir dənə də sizə Usul-u Kafidə Müfəzzəl İbn Ömərdən mötəbər hədis var, İmam Sadiq əleyhissalamdan nəql eləyir. Buyur ki, səəltuhu ən ilmil imam. Deyir, mən İmam Sadiqdən elə imamın elmi barədə soruşdum. Daha fikir ver, İmam Sadiqdən soruşdum, amma tək onun elmi yox ha. İmamların elmi necə olur? Yəni, onlar necə elmiyə yetişirlər? Onlarda elm necə hasıl olur? Onlar da bizim kimi kəsb edir, oxuyur, öyrənir, düşünür, fikirləşir, o cürdür, yoxsa necə? Səəltuhu ən ilmil imam bima fi aqtaril ərz və huvə fi beyti muraxxa aleyhi sitrə. Gör, nə gözəl sualdır, nə qəşəng sualdır. Deyir, imamın elmi barədə soruşdum İmam Sadiq əleyhissalamdan ki, imam özü yer kürəsində, məsələn, öz evində əyləşib, yer kürəsində baş verən hadisələrdən Allahın izni ilə xəbəri var. Pərdələr götürülür onun üçün. Muraxxa aleyhi sitrə, muraxxa aleyhi sitrə, yəni pərdələr açılır, o bizim görmədiyimizi görür. Fəqalə aleyhissalam, gör imam nə cavab verdi. Ya Müfəzzəl, dedi, ey Müfəzzəl, İnnəllaha təbarəkə və təala cəalə finnəbi xəmsətə ərvah. Allah Peyğəmbərə 5 ruh qərar verdi. Diqqətlə qulaq asın, əziz, bu axsır sözü, Allah sizin ömrünüzə bərəkət versin. Allah sizi dünya və axirətdə xoşbəxt eləsin. Elə sizin qulaq asmağınız adamı həvəsləndirir. Sual soruşan, Müfəzzəl soruşub İmam Sadiqdən imamın elmi barədə. İmam hardan başladı? Peyğəmbərdən başladı. Fikir verin bu nöqtəni. Ya Müfəzzəl, ey Müfəzzəl, Allah Peyğəmbərə 5 ruh əta edib. Hə, bu 5 ruh necə? Yəni 1, 2, 3, 4, 5, belə 5 ruh? Yox. Ruh elə bir dənədir. Ruhun biri, ikinci, ikinci, üçüncü, dördüncü, beşincisi yoxdur. Sadəcə olaraq ruhun qüvvəsi var, ruhun qabiliyyəti var, ruhun istedadı var, hansı insanda hansı həddə qədərdir. Və dünən sizə dedim, ruhun böylüyü məsələsi ki, o vəhyi birbaşa qəbul eləmək üçün ruh böylüyü, ürək genişliyi, köks genişliyi lazımdır. Bax, həmən o məsələdir. 5 ruh qərar verib. Onların adların bir-bir başladı imam saymağa. Peyğəmbərdə olan bu 5 ruh, yəni daha doğrusu ruhun dərəcələri. Dedi, onun birinci dərəcəsi ruhəl həyat. Həyat ruhudur. Bu hamımızda var, bütün canlılarda var. Canlı deyəndə, yəni insanlarda, hamında var. Ruhəl həyat, həyat ruhudur bu. Fəbihi dəbbə və dərəc. Bu ruhun vasitəsilə insan hərəkət eləyir. Bu ruh insandan ayrılanda insan dünyasını dəyişir. Daha hərəkət eləmir, olur meyyid. İkinci dərəcəsi və ruhul quvvə və bihin nəhəzə və cahət. İkincisi qüvvə ruhudur. Qüvvə ruhu nədir məqsəd? Yəni onun vasitəsilə insan çalışır, əlləşir, hərəkətə gəlir və s. Üçüncüsü və ruhu şəhvə, istək ruhudur. Fəbihi əkələ və şərəb. Bunun vasitəsilə insan yeyir, içir və s. O istək var insanlarda, nəfs istək, nəfsi istəklər. Bilir acmışam, bilir susuzlamışam, onu hiss eləyən budur. Ona görə bu ayrılanda insanla, insan da meyyid olandan sonra nə ac, nə susuz, danışmağa dəyməz. Dördüncü mərtəbəsi ruhun, ruhəl iman, iman ruhudur. Fəbihi amənə və ədəl. Və bu dərəcənin, bu mərtəbənin vasitəsilə insan iman gətirir. Bu dərəcənin vasitəsilə insan ədalətli olur. Bunun vasitəsilə insan haqla batili ayıra bilir. 5-ci dərəcəsi ruhul qudus. Burada ayrılır Peyğəmbər. Bura qədər bu 4
ya balaca, ya böyük, hər bir insanda bu dərəcələr var. Amma bu 5-ci dərəcədə ayrılır. Və Ruhul Qudus, 5-ci mərtəbəsi isə Ruhul Qudusdur. Fəbihi həmələn nübuvvə. Və bu ruhun dərəcəsi, bu mərtəbənin vasitəsilə Peyğəmbər peyğəmbərliyi daşıyır. Budur peyğəmbərliyi daşıyan. فَإِذَا قُبِزَ النَّبِي اِنْتَقَلَ رُوحُ الْقُدُسِ فَسَارَ إِلَى الْإِمَامِ. Elə ki Peyğəmbər dünyasını dəyişəndə həmən Ruhul Qudus Peyğəmbərdən imama keçir. Bax, budur həmən elmin səbəbi, imamət elmi. İmamət elmi budur. Həmən elə Ruhul Qudusdur ki, Peyğəmbər salavatullah əleyh və aleyh onun vasitəsilə üstünlüklərə və fəzilətlərə malik idi. Həmən ruh intiqal eləyir Peyğəmbər, imama. Özdə Ruhul Qudus la yanam və la yəxfəl və la yəlhu və la yəzhu. Ruhul Qudus belədir ki, o heç vaxt nə yatmaz, nə qəflətdə olmaz. İndi əslində bu hədisin vasitəsilə bizə aydın olur ki, Peyğəmbər və ali Peyğəmbərin məsum olması. Həmən Ruhul Qudus madam ki heç vaxt yatmırsa, heç vaxt qəflətdə olmursa, heç vaxt ləhv işlə məşğul, əbəslə məşğul dörsə və la yəzhu, yəzhu ərəb dilində yəni iftixar və təkəbbürlü bütün bu işlərdən uzaqdır Ruhul Qudus və o qərar tapıb, Peyğəmbərlərdə qərar tapıb. Ona görə əzizlərim, Peyğəmbər salavatullah əleyh və alihə Allah tərəfindən əmr olunan qul birbaşa əmr başa salır ki, Peyğəmbər salavatullah əleyh və aleyh o böyük ruha qadirdir, həmən ruhun vasitəsilə Peyğəmbər salavatullah əleyh və aleyh birbaşa da vəhiy qəbul edirdi. Nəinki təkcə Cəbrail əleyhissalamın vasitəsilə. Və buradan da bir dənə məşhur və böyük sualın cavabı aydın olur. Çox vaxtı bu sualı mən eşitmişəm. Düzdür, ola bilsin sizə rast hələ gəlməyib. Amma rast gələcək bu sualda zamanında. Deyirlər ki, yaxşı, Peyğəmbər salavatullah əleyh və aleyh şəksiz və şübhəsiz bütün yaradılmışların ən şərəflisidir. Ən fəzilətlisidir. Burada əlhamdülillah müsəlmanlarda ixtilaf yoxdur. Məzhəbindən, məşrəbindən, sözündən, məbnəsindən aslı olmayaraq bütün müsəlmanlar yeşdilliklə qəbul eləyirlər ki, Peyğəmbər salavatullah əleyh və aleyh bütün yaranmışlardan, hətta mələklərdən də üstündür. Bunda bizim zərrə qədər şəkkimiz və şübhəmiz yoxdur. Xüsusilə də Meyrac hədisin bilirsiniz, Meyrac hadisəsini bilirsiniz. Allah Quran-ı Kərimdə həm İsra surəsində, həm də Nəcm surəsində 2 surədə bu məsələyə işarə edir, Meyrac məsələsinə. Orada bir həd var ki, Cəbrail əleyhissalam Peyğəmbər salavatullah əleyh və aleyhlə uruc elədi, Meyrac elədi. Elə bir həddə çatdı ki, nə buyurdu? Buyurdu ki, bundan sonra lav iqtarabtu unmulatan lahtəraqt. Yəni unmula ərəb dilində bu barmağın ucuna deyərlər. Ümumiyyətlə barmağın ucuna ərəbcə deyərlər ummula. Buyurdu ki, Cəbrail əleyhissalam, ya Rasulallah, bundan o yana barmağın ucu qədər də yaxınlaşsam yanıb kül olaram. Yəni mənim həddim bura qədərdir. Bundan sonrasın sən özün getməlisən artıq. Yəni bu nəyi göstərir? Deməli bir hədd var, bir məqam var, bir ülvi məqam var ki, orada hətta Cəbrail əleyhissalam dayanır, amma Peyğəmbər salavatullah əleyh və aleyh dayanmır. Nəcm surəsi dedi ki, dəna fətədəllah. Yaxınlaşdı və yaxınlaşdıqca yaxınlaşdı. Fəkənə qaba qavseyni əv ədna. 2 yay məsafəsi, ox məsafəsi və yaxud ondan da aşağı. Ora qədər, yəni bir yaranmış, bir məxluq hansı həddə qədər yüksələ bilərsə, Peyğəmbər salavatullah əleyh və aleyh ora qədər yüksəldi. Axırıncını da deyim bu qul kəlməsi ilə, ilahi əmrlə dey ya Rasulallah barədə. Baxın, Azərbaycan dili qrammatikasında xəbər cümlə, sual cümlə, nida cümlə, əmr cümlə, belə cümlələr neçə yerə bölünür də. Məntiq elmində isə cəmi cümlələr 2 yerə bölünür. Məntiqdə daha bu qədər yerə bölmürlər. Məntiqdə deyərlər ki, mülahizə cümləsi var, bir də qeyri-mülahizə cümləsi. Nə deməkdir mülahizə cümləsi və qeyri-mülahizə cümləsi? Yormaq istəmirəm sizi. Burada məntiq dərsi açmaq istəmirəm. Amma məqsədim var. O məqsədə çatmaqdan ötürü gərək bu terminləri bilək.
Mülahizə cümləsi xəbər cümləsinə deyilir. Yəni, hər hansı bir reallığı, hadisəni, istər olmuş və istər olacaq, insanlara xəbər verirsən. Dünən boradgahımızda hava yağmursuz keçdi. Bu xəbər cümləsidir. Bir hadisəni, reallığı sizə xəbər verdim. Bir də əmr feili var, əmr cümləsi var. Uşağıva, balava deyirsən ki, dərslərivi yaz. Əmr elirsən də yaz, bu əmr cümləsidir. Və yaxud birinə sual verirsən, sən sabahları şəhərə gedəcəksənmi, ya axşam məscidə gedəcəksənmi? Sual cümləsi. Məntiq elmində bu əmr cümləsinin, sual cümləsini ayrırlar xəbər cümləsindən. Niyə? Deyir, çünki xəbər cümləsi doğru və yalanla mülahizə eləmək olur. Ona görə adını qoyublar mülahizə cümləsi. Doğru və yalanla vəsf eləmək olur. Mən sizə xəbər verdim, dünən hava kəndimizdə yağmursuz idi. Deyə bilərsən ki, bu xəbər doğrudur. Və yaxud desəydim, əgər dünənləri yağış var idi, deyərsən ki, yalandır. Deməli, xəbər cümləsi o cümlədir ki, doğru və yalanla mülahizə olunur. Amma qeyri-mülahizə cümlə, əmr cümləsin, yalan və doğru mülahizə eləyə bilərsən. Hə? Mən sizə deyirəm ki, məsələn, bu yazını yaz ginə, sən deyirsən, yalan deyirsən. Nə yalan? Burada nə, hələ ortada heç nə yoxdur. Hələ əmr olunub, hələ, ya eləyəcəksən, ya eləməyəcəksən. Bu nə yalan doğru? Və yaxud sual, məscidə gedəcəksən, deyirsən, doğru deyirsən. Nəyi doğru deyirəm? Hələ mən sual verirəm sənə. Gedəcəksən, yoxsa yox? Bu cür cümlələrə nə deyərlər? Qeyri-mülahizə cümlə. Yəni, yalanla, doğru ilə mülahizə olunmur bu. Olunmur bu. Yaxşı, niyə yalanla, doğru ilə xəbər cümləsi mülahizə olundu? Bu olunmadı. Nə üçün? Deyim sizə fərqin. Çünki xəbər cümləsində reallıq var ortada, hadisə var, sən onu xəbər verirsən. Sənin verdiyin xəbər reallıqla uyğun gələndə doğru olur. Reallıqla uyğun gəlməyəndə yalan olur. Çünki doğru ilə yalanın tərifi nədir? Deyək, bu günləri öyrənək. Doğru söz, sözün, kəlmənin reallığa uyğun gəlməsinə deyilir. Yalan söz, sözün və kəlmənin reallığa, həqiqətə uyğun gəlməməsinə deyilir. Doğru və yalan. İndi bir də sizə qəşəng Quran ayəsi deyim, yeri gəlmişkən. Biraz bəhsimizdən kənarda olsa, amma çox qəşəngdir. Münafiqin surəsinin əvvəlində Allah Teala deyir ki, ya Rasulallah, münafiqlər sənin yanına gəlib deyirlər ki, biz şəhadət veririk ki, sən Allah Rəsulusan. Allah bilir sən Allahın Rəsulusan. Və Allah şahiddir ki, münafiqlər yalancıdır. Bir dəfə də təkrarlayacağım. İza ca'ekəl münafiqun. Ya Rasulallah, elə ki, münafiqlər sənin yanına gəlir, qalu, deyirlər, nəşhədu, şəhadət veririk, ənnəkə Rəsul, sən Allahın Rəsulusan. Vallahu ya'lamu ennəkə lərəsuluh. Allah bilir, sən onun Rəsulusan. Allah şahiddir ki, münafiqlər yalancıdır. Münafiqlər nə deyiblər? Deyiblər ki, şəhadət veririk, sən Allahın Rəsulusan. Allah da bilir, sən Allahın Rəsulusan. Bu münafiqlərin sözləri doğrudur, yoxsa yox? Doğrudur da. Allah bilir, sən Allahın Rəsulusan. Onlar da gəlib nə deyib, sən Allahın... Bəs sonda niyə deyir? Allah şahiddir ki, onlar yalancıdır. Hə, onların sözləri doğrudur, amma özləri doğrudur. Ona görə bəzən söz doğru olur, öz doğru olmur. Bəzən isə əksi olur. İnsanın özü doğrudur, amma sözü doğrudur. Belə də olur. Elə bizdə təqiyyə bu deməkdir. Özün doğrudur. Allah Quranda necə deyir? Əmmarçın. Deyir, Əmmarın qəlbi imanla dolu idi. Adını çəkmir Əmmarın. Amma o hadisədə nazil olub. Bütün təfsirçilər ortaqdır burada. Eyni fikirdədir. Yekdil qəbul edirlər ki, Əmmar Yasir hadisəsində nazil olub. Ki, İslamın ilk şəhidi Əmmar Yasir'in atası Yasir kişidir, anası Sümeyyə xanım. Onları şəhid elədilər, ondan sonra növbə çatdı Əmmara. Əmmara dedilər ki, sən gərək Allahın təkliyini inkar eləyəsən. Əmmar inkar elədi sözdə, azad elədilər. Gəldi Peyğəmbər Salavatullahın yanına, Allah heç kəsi xəcalətdə eləməsin.
Gəldi Peyğəmbər sallavatullahın yanına, başını tutdu aşağı, baxa bilmirdi Peyğəmbərin gözünə. Üzünə baxa bilmirdi. Ki, mən tohidi inkar eləmişəm, sağ qalmışam, ata-anamı öldürüblər. Cəbrail əleyhissalam nazil oldu. Dedi, o kişinin qəlbi imanla doludur. İmanla doludur. Bəli, o sözündə yalan deyib, amma özü doludur, doğrudur, həqiqətdir, iman əhlidir. Bəli. Bəzən də olur ki, Allah uzaq eləsin, adamın sözü də yalandır, özü də yalandır da onunla işimiz yoxdur. Bəzən də ikisi də doğru olur. Yaxşı, qayıdıram bəhsə. Ona görə xəbər cümləsi doğru ilə, yalanla vəsf eləmək olur, sifətləndirmək olur. Çünki ortada reallıq var. Söz uyğun gələndə deyirsən doğrudur, uyğun gəlməyəndə deyirsən yalandır. Amma əmrdə axı belə deyil, əmr inşadır. Yəni bu sözlə yaradılacaq. Söz yaradır reallığı, həqiqəti. Sən deyəndə ki, mənim balam dərslərimi yaz, sənin yaz əmrindən sonra o durub yazacaq və iş hasil olacaq. Amma əmr yoxdursa, iş də yoxdur. Fikir verdiniz, fərqə baxdınız. Bayaqları deyirsən ki, məsələn, oturursan, deyirsən ki, mənim uşağım dərslərin yazdı. Yazdı, burada reallıq, hadisə baş verib, sən onu çatdırırsan, nəql eləyirsən. Amma bəzən isə sən sözünlə əməli yaradırsan. Ona deyirlər inşa, ona deyirlər qeyri-mülahizə olan cümlələr. Bu çox lazımdır. Kəbin kəsən qardaşlarımız da indi ya burada, ya mən bu sözümü eşidəndə onlar da fayda verəcək onlara. Çünki bizdə kəbin kəsiləndə vacibdir ki, kəbin kəsən insan o sözlər ki deyirik, zəvvəşdü, müvəqqiləti filan, o sözləri deyərkən ürəyində, qəlbində inşa qəsd eləməlidir. Yəni qeyri-mülahizə cümləsini qəsd eləməlidir. Niyə? Çünki hələ ortada evlilik yoxdur axı. Bu sözlərdən sonra evlilik yaranacaq kişi ilə qadın arasında. Deməli, bu söz inşa eləyəcək onu. Ona görə gərək qəsdində inşa ola, niyyətində inşa ola. Sən əgər bilmirsənsə, bu xəbər nədir, inşa nədir, mülahizə nədir, qeyri-mülahizə nədir, hardan biləcəyiz? Yaxşı, qaydıram ayəyə çox kənara çıxmayaq. Deməli, qul gör bizə nə öyrədir? Allah əmr edir, dey ya Rasulallah, gör bizə nə öyrədir? Deməli, Qur'anın bir hissəsi var ki, o hissədə Allah reallığı, həqiqəti Peyğəmbərə nazil eləyir, Peyğəmbər bizə çatdırır. Orada işi həqiqəti bizə çatdırmaqdır. Amma bəzi Qur'an ayələri var ki, Allah Peyğəmbərə deyir, sözünlə bunu inşa elə. Sözünlə bunu yaratqinə, bu reallığı yaratqinə. O ilahi əmr vasitəsilə yaranır. O qəbildəndir ki, əqimus salat, namaz qılın, zəkat verin, həcc edin və sair əmrlər həmən qəbildəndir. Həmən formadandır, həmən nümunələri odur. Deməli, Qur'anın bir hissəsində Allah reallıq və həqiqəti nazil edir Peyğəmbərin qəlbinə. Necə ki, Əshab-ı Kəhfdəki kimi. Əshab-ı Kəhf hadisə və yaxud Yusuf Peyğəmbərin. Ümumiyyətlə, bütün keçmiş Peyğəmbərlərin hadisələri. Qiyamətdən hətta, demək yine qiyamət gələcəkdədir. Bəli, gələcək də olsa belə real və həqiqət olduğuna görə, ondan xəbər, qiyamətdən xəbər verən ayələr hamı mülahizə cümləsidir, xəbər cümlələrdir. Amma Qur'anda olan ilahi əmrlər nədir? İnşa cümləsidir. O sözdən sonra yaranır, həyata keçir, reallığa çevrilir və həqiqətə çevrilir. Bu qədər kifayətlənirəm bu barədə. Ayənin ikinci mühüm nöqtəsi İnnəmə ə'izukum bivahidə. Dey ya Rasulallah, mən sizə yalnız və yalnız bir moizə edəcəm. Moizə nə deməkdir? Çünki bizdə moizə sözü də var. Bizdə deyəndə ərəb dilində də var, bizdə də var. Azərbaycanda işlədirik. Moizə də var, nəsihət də var. Nəsihətlə moizənin fərqi nədir? Moizə ilə nəsihətin fərqi, Quran-ı Kərimdə bunu deyim sizə, hər ikisi işlənib. Yəni Allah Quranı moizə də adlandırıb, nəsihət də adlandırıb. Bəzi ayələrdə mən sizə moizə edirəm, bəzi ayələrdə mən sizə nəsihət edirəm. Hər biri gəlib. Bunların arasında fərqi izah eləməkdən ötürü çoxlu məsələlər deyiblər. Məsələn, təriflər deyiblər, meyarlar deyiblər. Moizənin işi budur, vəzifəsi budur, nəsihət budur, söz bu cür olanda moizə olur, söz bu cür olanda. Əvvələn qoy bir dənə bunun fərqini deməmişdən qabaq bunu deyim sizə ki, hər bir insanın moizə və nəsihətə ehtiyacı var. Niyə moizə və nəsihətə ehtiyacı var? Çünki insan xəttadır, yəni çox xəta eləyəndir.
İnsan unutqandır. Bunlar insanın təbiətindədir, əzizlərim. Ona görə nəsihət qəbul eləyəsən gərək, moizə hər bir insanın ehtiyacı var. Əlbəttə, onun da şərtləri var. İndi moizə və nəsihətin hər bir insana ehtiyacı var. Harda gəldi moizə eləyəsən? Yox. Harda gəldi nəsihət eləyəsən? Yox. Hər kəsə moizə eləyəsən? Yox. Hər kəsə nəsihət eləyəsən? Yox. Moizə və nəsihətin yeri var, kimə moizə olunmalıdır və necə olunmalıdır. Eyni bir insan, bir yer olar səndən moizəni qəbul eləyər, elə bir yer olar, orada qəbul eləməz. Eyni bir insan, eyni bir adamla nəsihəti elə yer var orada qəbul eləyər, elə yer var orada qəbul eləməz. Ona görə imamlarımız bunun qəşəng yollarını deyiblər bizə. Məsələn, bir kəlamda buyururlar ki, İnnə lil-qulub, Həzrəti Rəsullahın sözüdür bu. İnnə lil-qulubi iqbalan və idbara. Deyir, ürəyin iqbalı və idbarı var. Nə deməkdir iqbal, idbar? İqbal, yəni qəbul eləmək. İdbar, yəni rədd eləmək. Doğrudan da belədir. Bəzən elə halda olursan, xoş söz sənə deyəndə acıqva gəlir. Deyirsən, yeri get də. Olur da, insan uyda, indi həyat təbiidir, yaşayırıq biz. Olur, insan elə indi problemləri çoxdur. Allah bütün insanların, problemi olanların problemini həll eləsin. İmam Hüseynə xatir inşallah. Olur, xəstən olur, müşkülün olur, çətinliyin olur. Qıraqdan baxan bilmir axı sən nə vəziyyətdəsən. Sonra deyirəm, filan kəs mənə məsələn acıladı. Yox, sən niyə acılırsan? Ona görə insanlar çox vaxtı görsən, ona görə gərək baxasan, əvvəl soruşasan, dindirəsən, danışdırasan. Gördün ki, əhvalı yerindədir, sonra bu təkcə molliyə aid deyil, elə hər bir insanlar, yəni bir-birinə münasibətdə belə olanda gözəl olur. Bu halları gözləyəndə münasibət körlanmır. Yoxsa bu şeyləri gözləm. Dünən 2 gün bundan qabaq kimsə biri ilə zarafat eləyib, hə? Qutarıb, 2 gün keçib üstündən. İndi görür, həmən zarafatı başlayır eləməyə. 2 gün bəlkə o başqa haldaydı, indi başqa haldadır o. Sən nə bilirsən? Bəlkə 2 gün bundan qabaq bunu qəbul eləyəcək, indi ona görə dostluq pozulur, aləm dəyir bir-birinə falan. Ona görə insan gərək birinci, o dinimizdir ki, ona görə əvvəl neynə? Salamın əli, birinci salamı ver. Bir keyf əhval tut. Ondan sonra başda söhbət əsnasında sənə aydın olacaq ki, qarşı tərəf ya iqbaldadır, ya idbarda. Ya qəbul eləyər onun ürəyi, yoxsa qəbul eləməz sözü. Buyurdu Həzrəti Rasulullah, İnnə lil-qulubi iqbalan və idbaran. Ürəklərin iqbalı var və idbarı var. Fətuha ində iqbaliha. Nə vaxtı ürəklərin o qəbul eləməyi olsa, onda nəsihət eləyin. Fətuha. Onda əta eləyin, onda moizə, onda nəsihət eləyin. La ində idbariha. O rədd eləyən zamanda eləməyin. Bezdirərsən insanı, üzvə qaydarsanı. Bilməlisən həmən vəziyyəti, bilməlisən, bu məsələlər çox mühümdür. Bu incə sənətdir, əzizlərim. İncə sənət əslində budur, incə sənət. İnsanlara moizə və nəsihət, hətta öz övladıva da, yenə deyirəm, bu təkcə bizə aid olan məsələ, təkcə müəllimə aid olan məsələ deyil. İnsan öz övladına da moizə və nəsihət eləndə bilməlidir ki, harda edirəm, kimin yanında eləyirəm, nə üçün? Digər bir kəlamı da deyim sizə. Mən va'azə əxahu sirrən. Məsumlarımız buyurur ki, hər kəs qardaşına gizlində nəsihət eləsə, moizə eləsə, zanə, ona zinət vermiş olar. Və mən va'azəhu əlaniyyətən fəqət şanə. Amma açıq aşqardasa ona moizə eləsin, onda onu rüsva eləyərsin. Deməli, yeri var bunun, sən öz balan da olsa belə, vacibdir ki, onun şəxsiyyətini qoruyasan. Tələbəndir belə, vacibdir şagirdinin də şəxsiyyətini qoruyasan. Təəssüflər olsun ki, bəzən mən müəlliməm deyib, şagirdin abrını aparan var. Mən valideynəm deyib, uşağının şəxsiyyətinə toxunan var. Mən ağayam deyib, insanları təhqir eləyən olmaz, qəti olmaz. Olmaz. Moizənin, ona görə deyirəm, nəsihətin yeri var, məqamı var. Kimin yanında, necə, hansı haldadır, bütün bunları bilməlisən, ondan sonra faydalı olar. Ondan sonra gör nə qədər faydalı olar, o qədər faydalı olar ki, Peyğəmbər salavatullah əleyh və aleyh buyurdu ki, La xeyrə fi qovmin leysu binasihin. Dedi, bir qövüm əgər nəsihət edən döyürsə, yəni nəsihət edəni yoxdursa, o qövümdən xeyr gəlməz. Qövüm yəni insanlar, kəndin cəmaatı.
Şəhərdəsə şəhərin cəmaatı, ölkədirsə ölkənin. Buna qovm deyirlər ərəb dilində. Qovm yəni dəstə, tayfa. Tayfa yəni nəsil tayfası yox ha. Bir yerdə yaşayan insanların məcmuasına qovm deyilir. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurdu ki, nəsihət eləyəni olmayan qövm nədir? La xeyrə fi, onda xeyir yoxdur. Və la xeyrə bi qovmin la yuhibbuna nusuh. Nəsihət qəbul eləməyən qövmündə də xeyir yoxdur. Kəlama bax, gözəlliyə bax. Deməli, əgər insanların içində nəsihət eləyəni də olmasa və yaxud nəsihət eləyən var, nəsihəti qəbul eləyən yoxdursa, nəsihəti sevmirlərsə, hər ikisində la xeyrə fi. Sizə and verirəm Allaha, zamanımız o zamana çatıb, boynumuzu alay bu gecə çatıb. Nə nəsihət eləyənə xoşumuz gəlir, nə nəsihət qəbul eləməyə də xoşumuz gəlmir. Heç birinə xoşumuz gəlmir. Cavanlara bir söz deyirsə, axı cavan, indi mənim burada böyüklərim var, Allah ömürlərinə bərəkət versin. Onların təcrübəsi var, onlar zaman görüb, həyat görüb, onlar həyatın kəşməkeşin görüb, onlar çətinliklər görüb, ona görə onların nəsihətinə qulaq as ki, nə? Şəriətimizdə bir dənə məsələ var, bunu hamımız bilirsiniz. Kəbin kəsəndə gərək oğlan da razı ola, qız da razı ola, könüldən. Oğlan tərəfində oğlanın razılığı bəs eləyir. Könül razılığı bəs eləyir. Qız tərəfdən qızın tam könül razılığı bəs eləmir. Gərək atanın da razılığı ola, ikisi də. Və yaxud babanın da razılığı ola. Onlar ikisi də olmalıdır. Ata razı olsa, qız razı olmasa olmaz. Qız razı olmasa, ata razı olsa yenə olmaz. Gərək bu gözlənilə. Gərək bu gözlənilə. Bu şəriətin hökmüdür. Yaxşı. İndi baxın əzizlərim, bir də misal deyim sizə. Real ola bilər, olsun elə, həqiqətdə də olsun. Nə olsun misaldır. Bir qız evliliyə razıdır. Oğlan da razıdır, işimiz yox ondan. Qız da razıdır. Atası razıdır, babası razıdır. Və yaxud ata razı deyir, baba razıdır. Burada atanın razılığını qoşacaq ora, yoxsa babanın razı olmadığını götürəcək, hansı biridir? Nə deyir burada şəriətimiz? Şəriət deyir ki, əgər belə bir hadisə baş versə, onda babanın sözü müqəddəmdir, qabağadır. Niyə? Deyir, çünki o daha çox həyat təcrübəsi var. Əlbəttə, burada istisna var. Bəzi babalar var ki, xoşbəxtliyi necə öz övladının belə istəmir, ya ata da belə falan. Onlarla ikimiz yox. Biz danışırıq ağıllı insanların həyat tərzindən. Orada deyir ki, baba çünki babanın həyat təcrübəsi çoxdur. Ona görə balalarım, siz bu günləri ola bilsin, elmdə məndən çox bilərsiniz. Və yaxud burada oturan bir ağsaqqaldan çox bilə bilərsən elmi. Ola bilər ingilis dilini sən biləsən, burada əyləşən baba bilmir, mən bilmirəm. Ola bilər sən müasir kompüteri, proqramları falan, onları məndən yaxşı biləsən və yaxud burada oturandan yaxşı biləsən. Amma sən ki, ələ o qədər həyat keçməmisən, onun nəsiyyətini qəbul elə. Ən azı dinləginən, tərbiyə ilə dinləginən, ədəblə dinləginən. Bu barədə mübarək kəlamlar çoxdur və elə biri də yeri gəlmişkən deyim sizə, məsumlarımız buyurdu ki, İttəbi', bu cavanlara aiddir. İttəbi' mən yubqikə və huvə ləkə nasih. Və la təttəbi' mən yuzhikuka və huvə ləkə qaş. Buna cavanlar yaxşı qulaq assın, qəşən qulaq assın. Məsumlarımız buyurub ki, o insanın ardınca gedin ki, sizi ağladır. Burada ağladır, zülm eləyib ağlatmayı deyir, ha? Burada ağladır, heç oxşama da ağlatmayı deyir. Burada ağlatmaqdan məqsəd odur ki, yəni sənin o pis əməliğin, pisliyin sənin başa salır. Ki, bala, bax, bunun nəticəsi budur ya. Mən filan kəsləri görmüşəm. Bu aqibətlə nəticələnə, bu pis vərdişin, bu narkotkanın, bu üzr istəyirəm şərabın, bu filanın. O ki, sənin bu pis əməli sənə deyir, səni qəmgin eləyir. Burada o mənadadır, ağlatmaq. Deyir, səni ağladanın ardınca get və huvə ləkə nasi, odur sənə nəsiyyət eləyən.
Və la təttəbi mən yuzhikuka. Səni güldürənin ardınca getmə. O və huvə ləkə qaş. O sənə ğış edir, hilə edir, alladır səni. Güldürür səni təlxəy kimi, sən də elə bilirsən ki, bu mənim dostumdur. Yo, o sənin dostun ola bilməz. O sənin dostun ola bilməz. Muizənlə nəsihətin əsas fərqi budur. İkisinin arasında. İkisi də qiymətlidir. İkisinin də insanın ehtiyacı var. Sabah qaydacaq bu mövzuya. Amma fərqləri nədir arasında? Niyə bəzən muizə deyirik, bəzən nəsihət deyirik? Bu arasında bir neçə meyar deyiblər. Amma mənim ən çox xoşuma gələni deyəcəm sizə, sizin də xoşunuz gələcək. Deyir, muizə odur ki, insanın ürəyinə xitab eləyir. Nəsihət odur ki, insanın ağlına xitab eləyir. Qəşəng meyardır, hə? Gözəl meyardır. İnsanın ürəyinə xitab, ağla xitab, birinci dəfə də eşidirəm. Bu nə deməkdir? Deyir, bəli. Sən o pis vərdişə aluda olan cavana bir dəfə belə deyirsən. Deyirsən ki, sənin bu pis vərdişin sənə bədənində maddalar mübadiləsini körləyir, sənin qaraciyərində qan dövranın. Bu ağla xitabdır. Amma bir də var deyirsən ki, necə razı olur səni, öləsən balaların yetim qala. Allah sənə ömür verib yaşa da, sağlamlıq verib yaşa da. Niyə sağlamlığı əlindən verirsən? Bu nəyə xitabdır? Ürəyə xitabdır. Bu ağla deyil, bu ürəyə xitabdır. Fərqi hiss elədiniz? Bu misalları çoxdur ya. İndi mən ən belə həyatda xoşlamadığım şey insanın özü barədə danışmaydı. Heç xoşlamaram özüm barədə danışım. Amma bir dənəsini deyim indi sizə. Mən xütbəyə başlayan gündən, indi təqribən 25-26 ildir də, çalışmışam ki, xütbəm həmişə ağla xitabla, qəlbə xitabın arasında olsun. İndi bunlardan hansı önəmlidir? Hər ikisi önəmlidir. Hansı daha lazımdır? Hər ikisi daha lazımdır. Ağla xitab da lazımdır, ürəyə xitab da lazımdır. Bəzi adamlar var, mən görmüşəm. Yox, mən ağla xitab eləyirəm, dəlillərlə, məntiqlə danışıram. Deyirəm, əla, gözəl. Amma bəzi insanlar var ki, onlara bu təsir eləmir. Qəlbə xitab eləyəndə daha çox təsir eləyir. Bəzən də insanlar var ki, bütün xütbəsi, sözü ancaq elə qəlbə xitab olar. Heç məntiq, elm, dəlil, belə də var. Amma yox, hər ikisi mühümdür. İkisi də qarışıq olmalıdır ki, çünki cəmiyyət müxtəlif təbəqələrdən ibarətdir. Müxtəlif təhsil alanlardan ibarətdir. İnsanlar eyni biliyə malik deyirlər. Burada əyləşən insanların içərisində ali təhsil alan, orta təhsil alan və s. hər təbəqə. Ona görə gərək xütbə nə olmalıdır? Ağla da xitab olmalıdır, ürəyə də xitab olmalıdır. Bax, Kərbəla hadisəsi başdan ayağa belədir. Hər bir hadisəni, indi Allah ömür versin, mənim belə bir arzum var, istəyim var. Gələcəkdə belə bir yazı yazım ki, Kərbəla, indi ərəbcədə desək, Kərbəla beynəl aqli vəl atifə. Azərbaycan dilində desək, Kərbəla atifə ilə ağlın arasında. Qəşəngdir. Hər bir hadisəni ağılla da təhlil eləyə bilirsən, hər bir hadisə ürəyə də toxunur. Ona görə Kərbəla hadisəsi başdan ayağa muizə və nəsihətdən ibarətdir. Muizə və nəsihətdən ibarət. Və o bizi ağladan, o qəlbə toxunan tərəfidir. Bizi düşündürən Kərbəlanın ağlı düşündürən tərəfidir, ağla toxunan tərəfidir. Ona görə Kərbəlada yenə deyirəm, həm ağla və zehnə toxunma var, həm ürəyə və qəlbə toxunma var. Hər ikisi var. Biri düşündürür insanı, biri isə ağladır insanı. Amma o ürəyə təsir eləyən hadisələrin içərisində ən böyüyü, ən əzəmətlilərindən biri Həzrəti Müslümün balalarının müsibətidir. Dünən dedim sizə, Həzrəti Müslümün tarixdə oğlanları, balaları, bir oğlundan ki, aqibətindən xəbər yoxdur, yazılmayıb. Amma 4 oğlunun 4'ü də, ikisi Kərbəlada Aşura günü şəhid olub. Özdə böyük şücaət göstərərək, ikisi isə bu gecə onlardan danışa inşallah. Müslümün balaları İbrahim və Məhəmməd. Yaşları barəsində xəbər müxtəlifdir, amma
Məşhur budur ki, onların birinin 10 yaşı, birinin 9 yaşı və yaxud 8 yaşı olub. Amma əlbəttə bunlar hicri ili iləndir. Hicri ili ilə 10 yaş, milad ili ilə elə 9 yaşa bərabərdir. Biraz ondan artıq. Onların qəbirləri Museyyib məntəqəsindədir. Museyyib məntəqəsi. Museyyib məntəqəsi Kufədən təqribən 96 kilometr aralıdır. Hətta Kərbəladan da uzaqdır Kufiyə. Kufə ilə Kərbəla, Nəcəflə Kərbəla gedmişsiniz ərbəyində piyada. Allah yenə qismət eləsin inşallah. Cəmi 70 neçə kilometrdür. İndi şəhərin içini saymıram da, ancaq yolu deyirəm. Amma Museyyib məntəqəsində isə 96-dır. Kərbəladan da biraz artıq. İndi sual meydana gəlir ki, bu balalar Kufədən çıxandan sonra gecə necə oldu? Bu 96 kilometr yolu gecə ilə necə getdilər, Museyyibə çatdılar? İnşallah bu sonda aydın olacaq sizə. Necə olub? Onların qəbrinin Museyyibdə, Fərat çayının kənarında olmasının sirri nədir? Axırda aydın olacaq. Bu iki bala Kərbalada, onlar da Kərbalada olublar. Əsirlər Əhl-i Beyt əsir olunanda bunlar da əsirlərin içərisində idi. Bunları gətirdilər, əsirləri gətirdilər Kufiyə. İbn Ziyadın sarayına. Əlbəttə bura qədər, bundan sonrası eynidir, amma bura qədər iki ehtimal var. Birində elə əsirlərlə birlikdə gətirdilər İbn Ziyadın yanına, birində isə Aşura günü yaduza gəlir. İmam Zeynabdin ağaya xanım Zeynəb dedi ki, ey Allahın yer üzərində sonuncu qalan hüccəti, ey Allahın yer üzərində qalan hüccəti, nə əmr eləyirsən bizə? Artıq sahibimiz, mövlamız, ağamız şəhid oldu. Qoşun xeymələrə hücum eləyir. Nə əmr eləyirsən bizə? Nədir vəzifəmiz? İmam Zeynabdin ağa nə dedi? Əleykunnəl firar, qaçın, dağılışın. Uşaqlara deyin ki, səpələnsinlər. Qızlara, gəlinlərə deyin, səhraya səpələnsinlər. Niyə? Çünki atlar ayağı altında hamı qalsalar xeymədə paymal olacaqlar və yaxud xeymə yandırılanda yanıb kül olacaqlar. Ona görə qaçsınlar. Bir ehtimalda var ki, Müslümin bu iki balası Aşura günü qaçdılar. Sonra ki, o bir uşaqları topladılar Şam-ı Qəribanda. Bu iki uşağı orada tapa bilmədilər. Onları sonra tapıb gətirdilər İbn Ziyadın sarayına, əsirlərə qoşdular. Bir ehtimalda belədir, bir tarixdə. Bir tarixdə isə yox, elə əsirlərlə birlikdə. Ona görə bu qədər fərq eləmir. Gətirdilər İbn Ziyadın sarayında, bilirsiniz, orada çox saxlamadı onları, kəsilmiş başları niziyə vurub əsirlərlə göndərdilər Şama. Bütün əsirlər göndərildi bu iki baladan başqa. İbn Ziyad bunları göndərmədi. Bunları bir qəddar zindanban vardı, verdi ona. Dedi ki, bu uşaqların yeməyini də azalt, suyunu da azalt, ölməsinlər. Amma o qədər yemək verginən ki, yaşasınlar. Amma zindanda qalacaqlar bu iki nəfər. İndi mən bu yerdə məclisə analarımız da qulaq asır da, bacılarımız da qulaq asır. Mən onlardan üzrü istəyirəm. İndi bir anlığa, dünən gecə Müslümin müsibətini ağladıq. Amma Müslümin həyat yoldaşın bir dənə yad üzə gətirin, zehni üzə. Ruqayyə olub adı. Həzrət Əlinin qızı Ruqayyə olub. O, bu balaca Ruqayyə deyil, o böyük Ruqayyə. Həzrət Əlinin qızıdır. İndi bir anlığa Ruqayyə xanımı siz yad üzə gətirin. İki balası Aşurada şəhid olub gözünün qabağında. Həyat yoldaşı 20 gün qabaq Müslüm Kufədə şəhid olub. İndi iki oğlun da özdə balaca, az yaşlı oğlun da İbn Ziyad ayırır bundan. Bu ana nə günə qalar? Nə hala düşər bu ana? Mən o iradə eləyənlər var, niyə ağlıyorsunuz ha? Onlara deyirəm ki, çox yox, bir dəfə insafla gəlsinlər, belə bir məclisdə əyləşsinlər, bu hadisiyə onlar da bizdən bir yerdə qulaq assınlar. Yəni, sən bu anıya ağlamarsan, bu anıya sənin ürəyin yanmaz. Həyat yoldaşı şəhid olub, özdə necə şəhid olub?
Müslümin başsız bədənin əvvəl Küfənin küçələrində gəzdirdilər. Sonra onu qəssab qan arasına vurdular, şəhərin qapısından asdılar. Bu xəbərlər hamı çatıb bu Rüqəyyə xanıma. 2 cavan balası Aşura günü gözünün qabağında şəhid olub. 2 dənə balası var ki, onlar təsəllidir ona. 8 yaşında, 9 yaşında. Onları da İbn Ziyad alır bundan, salır zindana. Bu ana nə halar? Bu anıya ürək yanmasın. Bu anıya insan göz yaşı tökməsin. 1 ilə yaxın bu balalar qaldı zindanda. 1 ilə yaxın. Dünən dedim sizə, Hicrətin Zilhiccə ayının 23-i, yəni Məhərrəmdən 7 gün qabaq. Məhərrəm ayı daxil olmamış 7 gün qabaq, Qurbandan 13 gün sonra bu balalar şəhid olub. Bunlar Zilhiccə gələn ildə, öyle Məhərrəm, Zilhiccə gələn ilə qədər bunlar zindanda qaldılar və həmən o qəddar zindana baxan getmişdi, yerinə başqası gəlmişdi. Bu balalar baxdılar, dedilər ki, 2 qardaş məsləhətləşdilər, bəlkə buna kimliyimizi deyək. Məhəmmədlə İbrahim. İbrahim dedi, necə deyək? Axı, bu da İbn Ziyadın işçisidir. Məhəmməd dedi ki, soruşay əvvəl. Birdən-birə özümüzü tanış verməyək, soruşay əvvəl. Buna dedilər ki, belə başladılar, sən Peyğəmbəri tanıyırsan. Dedi, necə tanımıram ki, o mənim Peyğəmbərimdir. Dedilər, sən Cəfəri Təyyarı da tanıyırsan. Cəfər Təyyar Həzrət Əlinin böyük qardaşıdır. Dedi, əlbəttə tanıyıram. Muta döyüşündə şəhid olub, özdə qolları kəsilib. Peyğəmbər salavatla buyurdu ki, Allah Cəfərə 2 qanad verib ki, mələklərlə cənnətdə pərvaz eləyir. Dedi, siz Əlini də tanırsınız, Əli ibn Əbi Talibi. Dedi, əlbəttə tanıyıram. O da Peyğəmbərin əmisi oğludur, qardaşıdır. Hə, burada uşaqların ürəyi yerinə gəldi. Dedilər, heç bilirsən biz kimi? Kimsiz? Dedilər, biz Müslümin balalarıyıq. Müslüm ibn Əqilun. O bunları azad elədi. Dedi, gecələr yol gedəsiz, gündüzlər gizlənəsiz. Bunlar, uşaqlar çıxdılar gecə ilə zindanda, gecələr yol getdilər, gündüzlər gizlandılar. Amma çox çəkmədi. Nə qədər, yəni özdə o şəhər yolu ilə, kənd yolu ilə də getmirlər. Bunlar kəndin o, belə deyək də, çöl yolu ilə gedirlər, səhra ilə gedirlər. Susuzluq, aclıq uşaqlara çətinlik yaratdı, ona görə yaxınlaşdılar evə, yaxınlaşdılar yaşayış yerinə. Bir qadının qapısına gəldilər, özlərini nişan verdilər. Qadın böyük məhəbbətlə bunları qarşıladı. Bir otaq verdi, uşaqlara su verdi, yemək verdi. Təzə rahatlanmışdılar balalar. İndi bu çətinlikdən sonra balalar rahatlıq tapıb, indi gör İbrahim Məhəmmədə nə deyir? Deyir, mən belə güman eləyirəm ki, artıq biz nicat tapdıq. Artıq bəladan qutardıq, elə güman eləyirəm. Gəl ona görə rahat yataq. Sən məni qucaqla, mən səni qucaqlayım. Sən məni iylə, mən də səni iyiləyim. Belə balalar qucaqlaşıb yatdılar. Haris gəldi evə. Xanım dedi ki, yorğun görürəm səni. Dedi, İbn Ziyadın zindanından 2 uşaq qaçıb. İbn Ziyad hərəsinə 1000 dirhəm mükafat verəcək. Bütün günü onları axtarmışım. Gör, ana nə dedi? Əlbəttə, onun anası olmayıb. Onun kürəkəni idi. Gör, nə dedi ona? Dedi, Hüseynin Kərbalası sizə bəs eləmədi. Əhl-i Beytin tökdüyü qanları bəs eləmədi. Nə istəyirsən bu 2 baladan? İndi həmən anda Məhəmmədlə İbrahim yuxudan ayıldılar. Dedi, qardaş, bilirsən nə gördüm yuxuda? Sevinə-sevinə yatmışdılar axı. Amma ağlaya-ağlaya oyandılar. Qardaş, nə görmüsən yuxuda?
Dedi, yuxuda gördüm ki bir məqam var. Resulullah əyləşib, Əli əyləşib, Həzrəti Əli, İmam Həsən, İmam Hüseyin. Atamız Müslüm də onların arasındadır. Amma Peyğəmbər üzün tutdu atamıza, dedi ki, o iki balanı harda qoyub gəldin? Deyir, atamız bilirsən nə cavab verdi? İbrahim deyir, nə cavab verdi? Deyir, atamız dedi ki, onlar yaxın günlər, bu günlərdə mənə qovuşacaqlar. Deyəsən, bizim də vaxtımız yetişdi. Bunların ağlamaq səsini Haris eşitdi, götürdü bu balaları. Bilirsiniz, gətirdi Fərat kənarına. Bir qulamı vardı, xidmətçisi. Əvvəl onu əmr elədi, bunların başını kəs. O dedi, yox. Amma yoxu da bir dəfiyə demədi ya, gör nə baş verdi. Bu qara idi, dərisi qara dərili idi. Allah heç kəsi çarəsiz eləməsin. Bu balaların o məzlumiyyətin, mən bu sözdə, nə bilim, lap loru dildə deyirəm, adamın ürəyinin başı yanır. Gördülər, əlinə qılınç tutub, bu qara dərəli qalıb, baxdılar ona, dedilər, sənin rəngin, Peyğəmbərin azancısı Bilalın rəngini oxşur. Nə desin bu balalar? O söz təsir elədi. Bayaq dedimi, ürəyə xitab budur, ürəyə xitab budur. Ona dəlil gətirsəydi, biz Peyğəmbər balasıyıq, Qur'an, Allah ayədə bizim məhəbbətimizi vacib eləyib, o orada yox. Onun yeri buydu, qəlbə xitabdır. Sənin rəngin Bilalın rəngini oxşayır. Bir anlıq ayıldı qulam, atdı qılıncı yerə, keçdi Fəratı o tərəfə. İndi Harisə deyirlər ki, sən bizi doğrudan öldürəcəksən, deyir, hə. Deyir, sən bizi apar qul bazarında sat. İbn Ziyad bizim hərəmizə 1000 dirhəm qoyub, amma sən bizi bundan da baha sata bilərsən. Deyir, yox. Deyir, onda bizi diri apar ver İbn Ziyada, mükafatı al. Niyə öldürürsən bizi? Yəni, bu sözlər də insan, belə də Allah göstərməsin, insan qəlbi bəzən elə qəsavətlənir. Bu sözlər də, bu aydın sözlər, bu balaların bu sözləri də, nəsiyyətləri də təsir eləmir. Apar bizi ver diri, mükafatı al. Ona verər barəmizdə qərar, özü bilər. Dedi, yox, öldürəcəm sizi, kəsilmiş başınızı aparacam. Dedilər, onda axırıncı hacətimiz, istəyimiz. İcazə ver, biz 2 rükət namaz qılay. Dedi, bunu qıla bilərsiniz, buna icazə verirəm. Balalar 2 rükət namaz qıldılar, 2 qardaş. Əllərini qaldırdılar göy. Dedilər, ya Həkim Allah, ya Həlim Allah, ya Əhkəməl Hakimin, ey hakimlərin hakimi Allah, bizlə bunun arasında sən hökm elə. İndi bu qəsavətli Haris yapışır Məhəmməddən, İbrahim yapışır onun əlindən. Deyir, mənim qardaşımın ölümü mən görməyim, birinci məni öldür. İbrahimdən tutur Məhəmməd deyir, mən balaca qardaşımın müsibətinə dözə bilmərəm. Nəhayət, Məhəmmədin başını kəsəndə İbrahim gör neynədi? Bu adamın qəlbini yandırır. İbrahim özün qardaşının qanından götürdü, çəkdi üzünə. Dedi, mən cəddim Rəsulullahla bu cür görüşüb səndən şikayət eləyəcəm. Səndən şahid edəcəm. O axırıncı sözü deyəcəm. Amma onu deməmişdən qabaq, bax, onların o kəsilmiş bədənin ki, atdı Fərata Haris, başları götürdü, o Fərat çayı apardı onların bədənin Musayyibə çatdırdı. Ona görə qəbirləri, onların qəbirləri Fəratdan tapılan yerdədir, kəsilən yerdə döyür, yadınızda qalsın. Çoxları elə bilir ki, indi onların qəbri olan məntəqə, onların başı kəsilən yerdə yox. Onların cəsədləri tapılan yerdir. Orada tapıldı Fəratdan, Musayyibdə orada dəfn olundu. Onlar o məsafəni gedə bilməzdilər və getməmişdilər. İndi gör nə baş verdi. Biz möcüzəyə inanırıq, biz kəramətə inanırıq. Bəli, avam deyirik. Amma inanırıq, Allahın qüdrətinə inanırıq. Çünki biz elə o kişinin məclisindəyik ki, onun kəsilmiş başı nizədə Quran oxuyur. Biz onun məclisindəyik.
Biz inanırıq Peyğəmbər və ali Peyğəmbərin, bayaq hədis oxudum sizə, o ruhul qudus ki Allah onlara əta eləyib, o böyük ruhun əzəmətindən onlar böyük işlərə də qadirdirlər. Bəli, Allahın izni ilə. O kəsilmiş bədənləri ki Haris Fərata atdı, gör nə baş verdi. Deyir, o bədənlər, başsız bədənlər suyun üzünə qalxdılar. İki qardaş suda da qol boyun oldular. Gəl etmə cəfa, mehr vəfa, rəsmini atma. Haris saralan rəngimizə bir nəzər eylə. Haris saralan rəngimizə bir nəzər eylə. Öldürmə bizi qəhr-i xudadan həzər eylə. Gəl etmə cəfa, mehr o vəfa, rəsmini atma. Şərm et iki qardaş qanına, bir-birə qatma. Bu haldə Haris götürüb zülmünə yanə. Qəltan edibəm vəldə böyük qardaşı qanə. Həsrətlə baxıb xırdaca qardaş yana yana. Birdən özünü saldı o başsız bədən üstə. Bülbül tək edib nalə o gün pirhən üstə. O zaman iki qardaş bir-birindən qucaqlaşdılar, ağladılar. İlahi heç kəsə cavan qardaşlığı göstərmə. Əvvəl böyük qardaş balaca qardaşın gözləri bağladı. Elə baxdı, elə yana dedi. Dedi qardaş, kəsən də başımı qardaş, dayanıb xəncərə baxma. Uşaqsan ağlama qardaş, şəhzadə qardaşım qorxma. Kəsən də başımı dildən ucalandı bir ah. Dedi əşhədü ən la ilahə illallah, sən ömrüm qurban Hüseyin. Hər yerdə sən denən Hüseyin. Hüseyin. Rəhm eylə Haris sən bizə Qur'ana xatir. Rəhm eylə Haris sən bizə Qur'ana xatir. Öldürmə nahaq Həzrəti Sübhana xatir. Rəhm eylə, rəhm eylə Haris sən bizə. Rəhm eylə Haris sən bizə. Səsvə qurban. Öldürmə nahaq Həzrəti Sübhana xatir. Öldürmə nahaq Həzrəti
Biz Müslümün atvalıyük, ey namüselman. Ayak ustasına bu. Kurban olum sana. Biz Müslümün atvalıyük, ey namüselman. Gel koyma gurbette bizi, nalan giryan. Kılmaz revaya bu zulm ile hiç insan. Rahmeyle haris sen bize, Kur'an'a hatir. Rahmeyle haris, Kur'an'a hatir. Öldürme nahak, öldürme nahak Hazreti Sübhane hatir. Öldürme nahak Hazreti. Ses ver mənə. Rahmeyle haris sen bizi, Kur'an'a hatir. Bir de. Öldürme nahak, öldürme nahak Hazreti Sübhane hatir. Sübhane hatir. Bir neçə müddət cuşeyi zindanda kaldı. Sina bu. Bir neçə müddət cuşeyi zindanda kaldım. Dözdü rizaya Hazreti cananı aldım. Amma o yerde gül kimi solduk saraldık, solduk saraldık. Rahmeyle haris sen bize, Kur'an'a hatir. Öldürme nahak Hazreti Sübhane hatir. Rahmeyle haris, rahmeyle haris. Öldürme nahak. Gargıyamdır iki alem, Qaraceyir mah-ı Muharrem. Gargıyamdır iki alem, Qaraceyir mah-ı Muharrem. Bir qararım andola o qana batan Məktələ 11 aydır. Gözləmişəm mah-ı Muharrem gələ 11 aydır. Gözləmişəm mah-ı Muharrem gələ. Sənin qəmində ağlayıb, anam veribdi süd mənə. Ay acılən Rüqəyyəsi, ölüncə ağlaram sənə. Ölünce ağlaram sana Hüseyin, ölünce ağlaram sana. Ölünce ağlaram sana Hamid, ağlaram sana. Ölünce ağlaram sana. Bağlaram şauli azani, önce soymaram qarani. Bağlaram şauli azani, ölünce soymaram qarani. Qara pərçəm bir də əsir qəm yayılır aləmə. Eylərəm mən canımı qurban bu əziz matəmə. Eylərəm mən
canımı qurban bu əziz matəmə, qaramı bağlaram Hüseyn, Yasubi saxlaram Hüseyn, sən də mənim yasıma gəl, gəlməsən ağlaram Hüseyn, gəlməsən ağlaram Hüseyn, gəlməsən ağlaram Hüseyn, gəlməsən ağlaram Hüseyn. Ey türbəti xaki şəfa, ay Kərbəla, ay Kərbəla, şəhri vəfa, şoye səfa, ay Kərbəla, ay Kərbəla, ay səsvə qurban. Bəla səndə yatır bir məhliqa, aləm gədadı ol ağa, qurbanı qanlı toprağa, ay Kərbəla, ay Kərbəla, ay Kərbəla. Səndə gözəl güllər yatır, bir yerdə üç dilbər yatır, Əkbər yatır, Əsğər yatır, ay Kərbəla, ay Kərbəla, ay Kərbəla. Hamı aç kollarını və vəslin fəraqin görmədi, vəslin fəraqin görmədi, səhlün libasin görmədi, Qasim otağın görmədin, ay Kərbəla, ay Kərbəla, ay Kərbəla. Tapdın o gün sen imtiyaz, tapdın o gün sen imtiyaz, astın Hüseyin mehrab raz, qan ilə aldın dəstəmaz, ay Kərbəla, ay Kərbəla.